قرآني نبض حياتي، قرآني طهر ذاتي، قرآني عصمة أمري، قرآني طوق نجاتي. Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban Allah'ın adıyla. Selam, hürmetli izləyicilər. Muxtəsər və faydalı təfsir proqramında yenidən xoş gördük sizləri. Bugün Zilzal surəsinin təfsirini davam etdiririk. İkinci hissə. Dərsimizdə ayələrin təfsiri ilə yanaşı bir sıra əhəmmiyyətli sualları da cavablandıracağıq. 1. Qiyamət günü yerin xəbər vermə keyfiyyəti necə olacaq? 2. Misqal və Zərrə surəsinin mənasını buyurun. 3. Həzrət-i Luqman əla nəbiyyina və alihi və aleyhissalatu vəssalam insanın əməllərinə şahidlik mövzusunu necə açıqlayır? 4. O gün yer öz xəbərlərini açıb söyləyər ayəsi hansı məqamlara toxunur? 5. Zəlzələ surəsindən hansı nəticə və mesajlar əldə etmək olar? Bizi izləməyə davam edin. Amma yerin xəbər vermə keyfiyyəti. Xəbərlərdə bildirilirdi ki, yer bu şəkildə xəbər verər. Filan kəs, filan yerdə, filan vaxt mənim üzərimdə filan işi gördü. Nurus Səqələyn təfsiri sözü gedən ayənin izahında. Misqal sözü ayədə ağırlıq mənasında işlənmişdir. Bu sözdən çəki vahidi kimi də istifadə olunur. Zərrə dedikdə ya kiçik qarışqa, ya günəşin şüası altında görünən toz zərrələri nəzərdə tutulur. Günümüzdə atom da zərrə deyilir. Hər halda zərrə dedikdə ən kiçik şey, ən kiçik ölçü vahidi nəzərdə tutulur. Rəvayətlərdə nəql olunur ki, bir ərəb məscidə daxil olub Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir: Allahın sənə öyrətdiyindən mənə də öyrət. Allahın Rəsulü sahabələrindən birinə tapşırır ki, ona Qur'an öyrətsin. Müəllim onun üçün Zəlzələ surəsini oxuyur. Elə ki, son ayələrə فَمَنْ يَعْمَلْ مِثْقَالَ زَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلْ مِثْقَالَ zərrətin şərrən yərəhə çatır. Ərəb deyir, mənə bu qədər kifayətdir. Həmin ərəb məscidi tərk edəndən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm onun agah şəxs olduğunu vurğuluyur. O alim olaraq döndü. Ruhul Maani təfsiri cildi 10, səhifə 495. Loğman surəsi 16-cı ayədə Həzrət Loğman oğluna deyir: Ya buneyyə, innəhə intəku mithqalə habbətin min xardalin fətəkun fi səxrətin əv fissəmavat əv fil-ərd yəti bihillah. Luğman dedi, oğlum, hər hansı şəxs və ya hər hansı yaxşı və ya pis iş bir xəldər dənəsi ağırlığında olub, bir qayanın, yəni daşın içində, yaxud göylərdə və ya yerin təkində də olsa da, Allah onun qiyamət günü ortaya gətirər, onun haqq hesabını çəkər.
Yerin qiyamətdəki şahidliyi onun insanın əməllərini dərk etdiyini göstərir. Yer həmin gün Allahın əmri ilə dilə gələcəkdir. Yerin özünə məxsus titirləşlə lərzəyə gəlməsi həm zəlzələnin əzəmətini, həm də onun bütün yer üzünə əhatə etdiyəcəyini göstərir. Həd surəsinin ilk ayəsində də o zəlzələnin əzəmətindən danışılır. İnnə zəlzələtəs saati şey'un azim. Həqiqətən o saatın, qiyamətin zəlzələsi çox böyük bir şeydir. Nəhcül Bəlağanın 107-ci, bəzi nüsxələrdə 153-cü xutbəsində deyilir. İbadallahi ihzaru yevmen tufhasu fihil a'mal ve yakthuru fihiz zelzal ve teşibu fihil atfal. Ey Allah'ın bəndələri, qorxun, bütün əməllərinizin araşdırılacağı, zamanlarının artacağı, uşaqların üstünü və dəhşətdən qocalacağı gündən. Zəlzələ surəsinin əldə edilən nəticə və mesajlar. Qiyamət astanasında böyük zəlzələlərin baş verəcəyi qaçılmaz bir həqiqətdir. İzâ zulzilətil ardu zilzalaha. Qur'anın ədəbiyyatında iza zərfi qəti olan işlər üçün istifadə olunur. 2. Maad cismanidir. Qiyamət günü insanların əvvəllər toprağa dəfn olunmuş bədənləri bayra çıxacaq, ruhları yox. Əxrəcətil ərdu əfqalaha. 3. Qiyamət insanın heyrətdə olduğu, sərgərdan olduğu günüdür. Qaləl insanu malaha. 4. Varlıq aləminin şuuru var. Yevməzin tuhaddisu əxbaraha. 5. Yer qiyamət günündəki şahidlərdəndir. Yevməzin tuhaddisu əxbaraha. 6. Qiyamətdə bir şeyi inkar etmək mümkün deyil. Liyurav a'malahum. 7. İlahi ədalət məhkəməsində bütün insanlar bərabərdir. 8. İnsan əməlləri əsasında mükafatlandırılır və ya cəzalandırılır. Fəmən yə'məl və mən yə'məl. 9. Əməl nə qədər kiçik olsa da hesaba çəkilər. Bu səbəbdən nə günahlarımız, nə də ibadətlərimiz kiçik sayılmasın. Mithqalə zərrətin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh və axırı dəvana Elhamdülillahi Rabbil Alemin. Növbəti dərsimizdə Bəyyinə surəsinin təfsirinə başlayacağıq. Yenidən görüşmək ümidi ilə Allaha